Salam dostlar, mən Rüqəyyə, kanalıma və videoma xoş gəlmişsiniz. Bu videoda sizinlə birlikdə soyuq əllər isti ürəklərə gedəcəyik. Görək başımıza nə gələcək, yəni nə yeyəcəyik, nə yeyəcəyik, hamısını videoda göstərəcəm sizə. Gördüyünüz kimi saçım belədir. Hələ ki belədir yəni. Yarım saata falan çıxacağıq. Saat şu an 2-dir. İndi geyməmişəm hələ. Birazdan geyinəcəm. Onda kombinimi də sizə göstərərəm. Dostlar, bu arada sizə çox böyük bir məlumat verməyi unutmuşam. Videoya baxanların 70-80% kanala abunə deyil. Allah Allah. Ciddi misin oğlum? Baxın, abunə olun. Burada abunə olma tuşu var altta. Ona basın. 0 manat. Ne diyecektim unuttum ya. Dostlar, geyindim mən. Saçımı da belə volkan düzəltdik. Bir göstərmişəm. Belə də indi kombinimi də göstərəcəm. Dostlar, burada metrodan çıxıb şəhərə gəlmişik, onu göstərirəm. Dostlar, metrodan 28 mayda düşdük. 1 saatlıq yoluydu da, yəni uzunuydu. İndi gedirik Tarkopya, görək nə edəcəyik. Dostlar, bu böyük yerin içində də restoran var idi, amma çox yer doluydu. Ona görə biraz içini gəzdik. Dostlar, biraz şəhəri gəzdik. Sonra axır ki restoran tapdıq, çünki hər yer doluydu bazar günü olduğuna görə. Dostlar, indi saat 7'ye işləyib 8 dəqiqə. Biz çıxmışıq. İndi soyuq əllər isti ürəklərə getmək istəyirik. Görək nə alsaq göstərəcəm sizə. Bir də anksiyeta tutsa. Neysə, tutmaz inşallah. Gedirik. Gördüyünüz kimi. Deməli dostlar, soyuq əllər isti ürəklərə gəldik. Amma heç bir şey ala bilmədik. Çünki dəhşət çox adam var idi. Yəni sırada gözləmək də mümkün değildi. Dostlar, indi deyəcəksiniz ki, elə üstlər çəkmirsən. Amma insanların üstü gördüyünüz kimi görsənir. Ona görə yəni əlimdən gələni etməyə çalışmışam. Dostlar, gördüğünüz gibi burada adamlar da çəkirəm. Artıq şəhər video çəkən olmaya gedirəm. Ben mi demişim onu? Siz dediniz abi. Dostlar, buradan sonra da metrodan evə gedirik. Yadımdan çıxıb videoyu bağlamamışam. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın.